Xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədəndir üzrə ekspert, The Dark NLP Akademi proyektinin təsisçisi, Neurounification modelinin qurucusu Elnay Rəhimov Tambovski. Bugün mən həkim psixoterapevt kimi mühüm bir çıxışı paylaşmaq istəyirəm ki, buradakı yanlış anlaşılmalar mütləq düzəldilməlidir və hər bir şeyə peşəkar yanaşılmalıdır və hər bir şeyi öz adı ilə gələk biz adlandıraq. Bir nəfər psixiatr var, özü ilə də mən yeni tanış oldum. Həkim psixiatr Abdullah Şıxlinski. Mənim keçmiş tələbəm Nail Mərdanov haqqında onu Azərbaycanın ən güclü Eriksoncu hipnoz üzrə mütəxəssisi adlandırıbdır. İndi bunu dinləyək. Görə də mən onu təqdim edirəm. O adam yeganə adamdır ki, mən çox təəccübləndim. Sözün açığı, mən çox təəccübləndim. Belə bir adamı, belə bir psixoloq Azərbaycanda görəndə. Çünki mən ancaq fırıldaqçıları görmüşəm. Psixoloq adını daşıyan insanların hamısını mən fırıldaq görmüşəm. Və onların çoxsunu da şəxsən tanıyıram, hamısı fırıldaqdır. Amma Nail Mərdanovla mən tanış olanda, onun işləri ilə tanış olanda, onun nəticələri ilə, gördüyü işlərin nəticələri ilə tanış olanda, mən əlbəttə çox təəccüb elədim ki, Azərbaycanda da sən demə çox vicdanlı, çox qabiliyyətli, yəni öz işini bilən, adamları aldatmayan, öz işini təkmil bilən və eyni zamanda da profesional olaraq psixoterapiyanın bir bölməsi kimi hipnozla gözəl, profesional məşğul olan, xüsusən də hem metodlarını, primitiv metodlarını, sadə metodlarını bilməlidirlər. Bunlardan biri də hipnoterapiyadır və xüsusi də Erikson hipnozu. Əlbəttə, Erikson hipnozu ilə ancaq profesionallar məşğul ola bilər. Yəni ki, bizdə də mən yenə də deyirəm, Azərbaycanda Nail Mərdanov yeganə profesional psixoloqdur ki, o Erikson hipnozu ilə məşğul olur. Yəni, bu həqiqət. Mən yenə də deyirəm, baxın, görürsünüz, deyir ki, Eriksoncu hipnoz üzrə yeganə profesional Nail Mərdanovdur. Halbuki Eriksoncu hipnozu 10 il bundan qabaq Azərbaycanda rəsmi olaraq Erikson mərkəzini mən qurmuşam və mən yeganə insanam ki, Eriksonun mənəvi oğlu və onun evində 6 il yaşamış, bu dəqiqədə dünyada 130 Eriksoncu hipnoz institutunun rəhbəri Jeffrey Zeigdən dərs alan yeganə Azərbaycanlıyam mən. Yəni, Nail Mərdanov da şəxsən mənim öz tələbəmdir. İndi gəlin həkim psixiatrın dediklərini bir analiz edək. Nail Mərdanov vicdanlıdırmı? Bəli, hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Bəli, vicdanlıdır. Nail Mərdanov öz üzərində işləyirmi? Bəli, Nail Mərdanov öz üzərində işləyir. Nəticələr əldə edirmi? Bəli, nəticələr əldə edir. Lakin Eriksoncu hipnoz üzrə ən təkmil mütəxəssis, ən güclü profesional Nail Mərdanovu demək, yəni əsl profesionallara təhqir deməkdir. Başa düşürsünüzmü? Yəni, Eriksoncu hipnoz üzrə əsl profesional olmaq üçün ən azından insanın bir 10 ilə yaxın praktiki seansları olmalıdır. Yəni, psixologiyanı hər tərəfli bilməlidir, bütün psixiatriyanı bilməlidir. Yəni, o sahə üzrə ən azı çox güclü qabiliyyət olmalıdır. Yəni, bütün biliklərin hamısını inteqrasiya etməlidir. Yəni, dediyim kimi, Eriksoncu hipnozun rəsmi qurucusu şəxsən mən özüməm və mən tələbələri yetişdirirəm. Bu şəkildə qeyri-peşəkar yanaşma o qədər də yaxşı yerlərə aparmır bizləri. Nail Mərdanov çalışqan adamdır, vicdanlıdır, qabiliyyətlidir, insanları aldatmır, lakin o hələ peşəkar deyildir. O hələ yolun başlanğıcındadır və onun irəliləyəsi hələ zamanı çoxdur. Yəni, üstəlik də cənab psixiatrın dediyi yalnız 1% psixoloqlar çox savadlıdır, qalan 99% hamısı fırıldaqçıdır. Bu da həqiqətə uyğun deyil və peşəkarlığa vurulmuş, düşünürəm ki, böyük bir zərbədir. Ümumiyyətlə, Azərbaycanda mən tanıdığım çox gözəl psixoloqlar var, psixiatrlar var, psixoterapevtlər var, çox gözəl mütəxəssislər var. Yəni, bu şəkildə düşünürəm ki, radikal danışmaq heç bir zaman bizi irəli çəkməyəcək. Gəlin hər bir şeyi öz adı ilə adlandıraq, şişirtməyək. Diqqətinizə görə minnətdaram. Sağ olun.